Başlayalım. Deməli, bir ayın 13 qruplara göndərdiyim testin izahına baxaq. Birinci test. 13-dən 10-a qədər ədədlərin yazılışında iki rəqəmi neçə dəfə iştirak edir və neçə belə ədəd var? Biz sizlə qaydalar keçəndə dedik ki, yadınızda qalsın. 1-99 aralığında, bu aralıqda rəqəmdirsə götürürük 20 rəqəm, ədəddirsə götürürük 19 ədəd. Yəni 1-dən 99-a qədər, 99-a daxil olmaqla istənilən rəqəm sıfırdan başqa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hər biri 20 dəfə təkrarlanır. Hər biri 20 dəfə təkrarlanır. O zaman 13-dən 80-ə kimi orada olmayacaq 2, düzdürmü? 12, 82 və 92. Deməli, biz 20-dən bu 4-ü çıxsaq, 20 çıx 4. Deməli, rəqəm olacaq 20 çıx 4, 16 rəqəm. Ədəd soruşsa, 19 çıx 4, 15 ədəd. 16 rəqəm, 15 ədəd. Cavab olacaq düzgün cavabımız C. Desəz ki, müəllimə, hansılardır 16 rəqəm? Gəlin baxaq. 13-dən 80-ə kimi harda 2 rəqəmi var? 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 32, 42, 52, 62, 72, 82, 92-ni yazmırıq. Düzdürmü? İndi gəlin sayaq bunları. Deməli, əvvəlcə rəqəmləri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 2 rəqəmi var. Düzdür? 16 2 rəqəmi. Ədəd olaraq saysaq, bu bir ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Cavab olur. Narahat olun. 16, 15. Düzgün cavab oldu. Birinci testimizdə C variantı. Baxaq ikinci testə. 2-dən 60-a qədər ədədlərin yazılışında 5 rəqəmi neçə dəfə iştirak edir? Yenə, deməli, bizə hansılar lazım deyil? 6-dan əvvəl bir dənə 5-imiz var. 60-dan sonra nə var? 65, 75, 85 və 95. 5 olanları çıxırıq. Yəni biz demişdik 20 rəqəm, 19 ədəd. Düzdür? Rəqəm sayını götürürük 20, ədəd sayını 19. Bu aralıqda 5, 65, 75, 85, 95 olmadığına görə hər ikisindən 5-i çıxırıq. Yəni olur 15 rəqəm, 14 ədəd. Düzgün cavabım olur Y variantı. Yox, desəz ki, müəllimə, hansılardır? Bir-bir yazaq. 6-dan 60-a qədər götürürük. 15, 25, 35, 45, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59. Всё, dayandıq. Düzdür? İndi gəlin burada 5-ləri sayaq. Hansılardır? 1, hansılar oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15, 5 rəqəmi var. Ədəd soruşanda uşaqlar, ədəd soruşursa, artıq bunları ədəd kimi sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Cavab oldu Y variantı. Devam edək. Bir dəqiqə silim lövhəni. Üçüncü testə keçirik. 8-dən 98-ə qədər ədədlərin yazılışında 7 rəqəmi. Yenə 8-dən 98-ə qədər bizə orada bir dənə 7-ni çıxırıq.
Düzdürmü? 7-ni çıxandan sonra yerdə qalanları yazırıq. Yəni 20-dən də 1 çıxırıq, 19-dan da 1 çıxırıq, olur 19 rəqəm, 18 ədəd D variantı. Amma təkrar deyirəm uşaqlar, bir-bir yazsaq, harda 7-miz var? 17, 27, 37, 47, 57, 67, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 87, 97. İndi 7'ləri saysaq görəcəksiniz ki, burada 19 7 rəqəmi var. Ədəd olaraq saysaq isə burada 18 ədəd olacaq. Düzgün cavab D variantı. Dördüncü testə baxırıq. 10-dan 60-a kimi natural ədədlərin yazılışında 5 rəqəmi neçə dəfə işlənir? 10-dan 60-a kimi yenə bu aralıqda rəqəm olanda ümumidir. Düzdürmü? 5-i çıxaq, 65-i, 75-i, 85-i və 95-i çıxaq. 20-dən 5 çıxsa 65, 75, 85, 95 cavab olacaq 15. Hansılardır desəz yazırıq. 15, 25, 35. Yəni hər iki asan yolda deyirəm. Digər daha uzun yolu da başa salıram. Sizə hansı rahatdır ondan yadda saxlayın. 51, 52, 53, 54, 55, 56, 57, 58, 59. Yox, indi uşaqlar bizdən soruşur ki, 5 rəqəm soruşur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Düzgün cavab oldu 15. 19-dan 99-a kimi natural ədədlərin yazılışında 8 rəqəmi neçə dəfə iştirak edir? Yenə uşaqlar. 1,99 aralığında 20-dir. Düzdürmü? 19-a kimi 8-i və 18-i çıxsaq, 20-dən 2 çıxarıq 18. Bir-bir yazası olsa, yazırıq 28, 38, 48, 58, 68, 78 ya da yazırıq 28, 38, 48, 58, 68, 78, 80, 81, 82, 83, 4, 5, 6, 7, 8, 9 və 98. Bizdən də rəqəm sayı soruşur axı. 8-lər sayıram. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Düzgün cavab oldu 18. 6-cı testə baxırıq. Yazılışında 3 rəqəm iştirak edən neçə 2 rəqəmli ədəd var? Uşaqlar, ümumilikdə ədəd deyəndə 19 ədəd götürürük. 1-dən 99-a kimi 19 yazılışında 3 rəqəm iştirak edən ümumi 19 ədəd var. Amma 2 rəqəmli dediyinə görə 3-ün özünü çıxırıq, olur 18. Yəni hansılardır? 13, 23, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 43, 53, 63, 73, 83, 93. Uşaqlar, ədəd soruşursa artıq bunu bütöv bir ədəd kimi sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 C variantı. Növbəti test yazılışında 8 rəqəm iştirak edən neçə 2 rəqəmli ədəd var? Eyni qayda burada aiddir. 1-dən 99-a kimi ümumilikdə 19 ədəd var. 2 rəqəmli dediyinə görə 8-in özünü çıxsaq yenə də olacaq 18. Hansılardır? 18, 28, 38, 48, 58, 68, 78, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89 və 98. Məsələn, burada 6 rəqəmi desək və 2 rəqəmli soruşsa yenə 18-dir. 7 rəqəmli soruşsa 2 rəqəmli desək yenə 18-dir. 8-ci testə baxırıq. Rəqəmlər cəmi 5 olub. Rəqəmlər cəmi 5 olub. Onluq mərtəbəsindəki rəqəmi 1 olsun. Deməli, mən bura 1 yazsam, 5-ə tamamlamaq üçün 1 üstə gəl 1, 2. Bura 3 yazmalıyam. Sonra yenə bura 1 yazıb növbə ilə gedir. 2 üstə gəl 1, 3, 2 yazmalıyam. Yenə bura 3 yazsam, 3-ün üstə 1, 4. Bura 1 yazmalıyam. Sonra bura 4 yazsam, 4 üstə gəl 1,
5, 0 yazmalıyam. Artıq bura 5 yazsam bu ödəmir. Rəqəmlər cəmi 5 istəyir. 1, 2, 3, 4. Yəni 113, 212, 311, 410. Bu da olur. D variantı 4. Rəqəmlər cəmi 8 olub. Onluqlar mərtəbəsindəki rəqəmi 3 olsun. Yenə bura 1 yazsam, bura olmalıdır. 8-ə tamamlamaq üçün 4. Düzdürmü? Bura 2 yazsam, 2 üstü 3, 5. 5-in üstə gərək 3 gələ. Bura 3 yazsam, burada 3 yazsam. 3, 3, 6, 2. Sonra 3, 4, 1 olur. Sonra 3 yazsam, 5 yazsam burada 0 ola gərək. 134, 233, 332, 431, 530. Çünki bura 3, bura artıq 6 yazsam rəqəmlər cəmi 9 olacaq. Bu da olmur. Deməli 1, 2, 3, 4, 5. Cavab olur C variantı 5. 10-cu testə baxaq. Yenə rəqəmlər cəmi 9 olsun. O zaman yenə bura 1 yazsam, 1-in üstə 5, 6, bura 3 ola gərək. Sonra bura 2 yazsam, 2 üstə gəl 5, 7. Bura gərək 2 yazsam. Bura 5 yazsam, 3 olsa, 3-ün üstü 5, 8, 9. Sonra 5 yazsam, bura 4 yazsam, 0. Daha sonra bura 5 yazsam, bu ödəmir. Deməli, neçə 3 rəqəmli ədəd var? 4. 153, 252, 351, 450. Bunu onluq mərtəbəsindəki rəqəm deməz, təklik mərtəbəsindəki rəqəm deyər, diqqətli ol, yüzlük mərtəbəsindəki rəqəm deyər. Yəni şərti dəyişə bilər. Biraz testlər oxuyarkən diqqətli olun. Hər birimizə. Uğurlar növbəti sınaq izahında görüşərik.